Suallarınızın maşallahı var. Maşallah demirəm ki, gözdəyəsiniz. Aynen. Maşallah. Ben Bəli. ben indiye kadar bu kadar soru görmemiştim. Sözün həqiqi mənasında bu qədər sual gəlməli. Amma ki, olmalıydı bu qədər sualınız əlbəttə ki. Çünki ilk dəfə Müəllimə keçirsiniz. görmüşəm Harada görmüsən? bu dərsdə. Bəli, bu dərsdə mən də gördüm ilk dəfə. İlki mənə yaşatdığınıza görə təşəkkür edirəm sizə. Uşaqlar, indi gəlin başlayaq. İndi tam ciddiyyət formasında dəftərlərinizi açın, başlayaq. Birin mən izah edirəm, birin siz yazırsınız. Bir zəhmət. Sizdən BD-ni soruşur. Gəlin BD-yə X deyək. Uşaqlar, BD X-dırsa, BD X-dırsa, biz buradan AD-ni tapmaq istəsək, AD X çıxılsın 2 olurdu, elə deyilmi? Baxın, verdiyi hissə var, ha. Baxın, BD-nin qiymətini X verib sizə. X çıxılsın AD bərabərdirsə 2-yə, Nuray. Buradan AD bərabərdir, X çıx 2-yə. Uşaqlar, tənbölən varsa bunun buna, bunun buna. Yəni, nisbətlər bərabərdir. Bunun buna nisbəti, bunun buna nisbətinə bərabərdir. 4 bölünsün x minus 2 bərabərdir 9 bölünsün x-a. Çarpaz vurub hesablayırsınız uşaqlar. Yəni, bu olur, bunu buna vurursunuz, bunu buna. 9x çıxılsın 18 bərabərdir 4x-a. 4x-i bu izə keçirdəndə çıxılır. Yəni, 5x bərabərdir 18-ə. 18-i də 5-ə böləndə 3,6 alacaksınız. Bildiniz? Anladınız? Hamıya çatdı? Esmira bildiniz? Tamam. İndi 11'i yazın özünüz. Gözləyirəm. Buyurun. Əla. Diğerləri də tapsın. Hadi gözləyirəm sizi. Hər kəs tapsın. Taptım ben. Tamam. Diğerləri də tapsın. Hadi gözləyirəm sizi. Qəşəng. Hadi, hadi hər kəs tapsın. Tapanlar uca əlləri qaldırsın. Bilə görək kimlər tapıb uca. Əlləri qaldırın. Hadi, hadi, hadi. Tamam. Esmira ilə Nərmin qaldı. Nigar, Səyyarə. Səyyarə də tapdı. Hadi, Nigar, Esmira da tapdı. Nərminlə Nigar qaldı. Nərmin də tapdı. Hadi Nigar, top səndədir sonda. Nigarıma göz dəyib, elə bil. Hə? Nə oldu sənə? Nigar tapdın yoxsa? Televizorlayayım bir dəfə də baxım. Yaxşı. Cavabı deyin uşaqlar. Cevap 1,8. 1,8. 18. Qəşəng. Tamamilə doğrudur. Qızım, tənbölən varsa Nigar. Nisbətlər bərabərdir. Səndən AD-ni soruşur. AD-yə x desən, qızım AD-yə x desən. Buradan BD bərabərdir 3 üstə gəl x-a. Elə deyil, x-i soldan sağa keçirdirsən. Nigar, indi nisbətlər bərabərdir. 3 bölü x bərabərdir. 8 bölünsün 3 üstə gəl x-a. Çarpaz vurub hesablamaq lazımdır. 8x bərabərdir. 9 üstə gəl 3x-a. Soldan sağa keçirdirik. Qalır 5x bərabərdir 9-a. Hər tərəfi də 5-ə bölsən, x-i 1,8 tapırsan. Bildin? Evet. Qalan hər kəs düz tapmışdı. Səhv tapan yox idi aranızda. Ben səhv tapmışdım. Tamam. Tamam. Səhv tapanlar da başa düşdü. Bəli. Tamam. Səyyarə düz idi. Bəli.
Tamam. Deməli. İndi bu 109, 110-u izah eləyəcəm. Bunlar problemi yoxdur, baxacağıq Ha, bunlara. 110 mənim sualımdır. Hə, baxasıq bunlara. Deməli belə. 102 nömrəli sualı izah eləyirəm, 101-i siz yazırsınız. Uşaqlar, gəlin baxaq. Deməli, nə edə bilərik burada? Nə edə bilərik? Bunun asanlıq naminə. Bu 20 dərəcəli bucaq daxili bucaqdır. Bunun xarici bucağı neçə dərəcə olur? 20-nin xarici bucağı 160. neçə dərəcə? 160. 160. Uşaqlar, xarici bucaqların cəmi neçə dərəcə olur? 360 dərəcə. Bəli. Onlar Yəni 200-ə 2 bərabər alfa getməlidir. 30, üstə gəl 2 alfa üstə gəl 30, üstə gəl 160 bərabərdir 360-a. Deməli 2 alfa üstə 2 alfa 4 alfa, 30'lar islah edir. Qalır 360 çıx 160, bu da 200 eləyir. Buradan da alfanı 50 tapırıq. Razılaşdıq. Tapın 101'i. Tamam. Nuray, qızım. Bax, 20 dərəcəli bucaq daxili bucaq. Mən də tapdım mən. Bu daxili bucağın Mən də tapdım, qonşusu xarici bucaq. Dən gözlüm, mənim sözümü kəsməyin. 20'nin qonşusu xarici bucaqdır. Yəni 20'nin qonşusu 160'dır da Nuray, elə deyil, 180'dən çıxırsan. Yaxşı? Qızım, xarici bucaqların da cəmi həmişə 360 dərəcə olur. Bunların cəmini 360'a bərabər elədik. Anladın indi? Müəllimi elə eləməsək də olar. Yəni 20 dərəcənin üzərinə 180 gəlsək, bu altdakı ikisinin cəmi elə 200 eləyir də. Ay, sağ ol, o da olar. O da olar, düz deyirsən. Bir dənə fiqur var idi, keçmişdik. Hansı fiqur? Hə, bildim hansı fiquru deyirsən. Deməli belə. Bucaqlarda. Ay, sağ ol, olar elə yazmaqda. 101'də nədir cavab uşaqlar? 105. 55. 5. 105. 105. 105. Kenan 55 dedin, 105 dedin. 55 dedim, mən elə hesabladım. Uşaqlar, yenə mən dediyim kimi yazaq. 30'un qonşusu 150'dir də, elə deyilmi? 30'un qonşusu 150'dir. Ya biz bilirik ki, xarici bucaqların cəmi 360 dərəcə olur. Yəni alfa üstə gəl 50, üstə gəl alfa çıxılsın 50, üstə gəl 150, bərabərdir 360'a. Buradan 50'lər islah gedir. Alfa üstə alfa 2 alfa eləyəcək. 150'ni də soldan sağa atsam çıxılır, qalır 210. Hər tərəfi də 2'yə bölsək alfanı 105 tapırıq. Anladınız? Mən hesablama səhv eləmişəm. 360'dan 150 çıxıb 110. Müəllim, Aha. mən 15 tapmışam. 0'ı gəlmişəm. Ay, sənin canın yanmasın. Yaxşı, hesabda diqqətli olun uşaqlar. Nuray başa düşdün, Esmira başa düşdün. Mən indi başa düşdüm. Bəli. Yaxşı, gəlin davam edək. Düz tapanlar, aferin sizə də. Deməli. Gəlin buradan 100'ə baxaq. Baxasıyıq bütün suallara. 100 nömrəli sualda deyir oturacağı 19 olan, oturacağı 19'dur. Oturacağı 19 olan bərabər yanlı üçbucağın yan tərəfinin ala biləcəyi ən kiçik tam ədədi tapın. Uşaqlar, biz bilirik ki, deməli, ya bərabər yanlıdırsa yan tərəflər x bir-birinə bərabərdir. Və üçbucağın bir tərəfi həmişə cəmindən balaca, fərqinin modulundan isə böyük olmalıdır. Fərqi də 0 eləyir. Elə deyilmi? Razısınız da? Deməli belə. İndi məsələ burasındadır ki, siz bu x-a nə deyə bilərsiniz ən balaca? 9. 10. 10. 9 yox. 10. Ay, sağ ol. Yəni biz bu hissəni hesablasaq, hər tərəfi 2'yə bölsək, x böyükdür 9,5'dən. 9,5'dən də balaca ilk ədəd 10'dur da. Elə deyilmi? Yəni yanlar 10 olmalıdır. Başa düşə bilirsiniz? Çatdı sizə?
Uşaqlar səsim gəlir? Bildiniz mi? Bəli, müəllim, gəlir. İndi yazın 99-u. Gözləyirəm. Hadi bakalım. Tapdım. Müəllim yazdım. Tamam. Diğerleri de tapsın. Müəllim, mən də tapdım. Əla. Ha, Əla. Qəşəng. Mən də tapdım. Ben de taptım. Aha. Mən də tapdım. Tapdım ben. Deyin cevabı. 99'da nədir? 9, 9. Tamam abi. 9. 9. 9. Mələk döylərsən ha. 8 onda 5-dən böyük ilk ədəd 9-dur da. Yaxşı. Həm də ki, tam deyiri tam. Tam ədəd dediyinə görə Nuray 8 onda 5 tapdınsa səndən tam ədəd soruşur axı. Sən tapırsan ki elə bil 2x böyükdür 17-dən. Hər tərəfi 2-yə bölsən 8 tam onda 5-dən böyükdür. 8 tam onda 5-dən böyük də ilk ədəd 9-dur da. Anladınız? Bildiniz? Yaxşı. 98-i izah eləyirəm. Qulaq asın, 97-ni siz yazacaqsınız. Uşaqlar, Hasan, baxın, Gülay, qulaq asın. Bu sualları mən izah eləyirəm. Mən ömrümdə heç bir qrupda bu qədər sual izah eləməmişəm. Ha, onu deyim ilk öncə sizə. Amma yəni bu baxımdan ki, şikayətlənmirəm. Əsas məsələ siz öyrənəsiniz deyədir. Ona görə diqqətlə qulaq asın ki, bizim əziyyətimizin, zəhmətimizin bəhrəsi olsun. Deməli uşaqlar, 98 nömrəli sualda oxusun Nuran. Nuran, oxu şərti nə deyir bizə? Deməli, bunun hipotenuzu 5-dir. Katetlərindən biri 3-dür. O biri katete x desək, Pifagor teoremi ilə getsək, 3-ün kvadratı üstəgəl x-in kvadratı bərabərdir 5-in kvadratına. Buradan x-in kvadratı bərabərdir 25 çıxılsın 9-a, yəni 16-ya. 16 da 4-ün kvadratıdır axı. Deməli, tapdıq 4. Uşaqlar, düzbucaqlı üçbucağın 3 dənə hündürlüyü olur. Hündürlüklərin x-i elə katetlərdir. Yəni 90 dərəcə altında çəkilir də bu katetlər. Biri 3-dür, biri də 4-dür. Hündürlüklərin ikisi katetlərdirlər. Üçüncü hündürlük hipotenuza çəkilən hündürlükdür. Mən düstur yazdırmışdım sizə. H bərabərdir H AB bərabərdir. bölünsün. AB bölünsüncə. Yəni 3 vurulsun 4 bölünsün 5. Bu da 12-ni 5-ə böləndə, 12-ni 5-ə böləndə Tamam da 4. 2,4 eləyəcək. Deməli, üçüncü hündürlüyümüzün qiyməti 2,4-dür. Uşaqlar, sizdən ən böyük hündürlüklə ən balaca hündürlüyün cəmini soruşur. Ən böyük 4-dür, ən balaca 2,4-dür. Toplayanda 6,4. Anladınız? Bildik? Bəli, müəllim. Eynisi 97-dədir. Buyurun. Yazın gəlirəm.
Mən yazdım. Uşaqlar deyin cavabı. Cavab 4,8. 4,8. Diğerləri nə tapdı? Bir de Düzdür. Yaxşı hesablayın. Bəli, düzdür. Tamam. Baxın, tapanlar tapsın, tapmayanlar qulaq assın. Katetlərin 1-in 12, birində 9 veribsə, elə deməli hündürlüklərin ikisini verib. Yəni H1-imiz 12-dir, H2-miz isə 9-dur. Üçüncü hündürlük hipotenuza çəkilən hündürlük olur. Birinci zəhmət çəkib hipotenuzu tapmaq lazımdır. Bilirik ki, katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Bəli, buradan C-ni 15 tapırsınız. Deməli, bizim C-miz 15-dirsə, Nuray, Gülay başa düşürük buranı. Bəli. Üçüncü hündürlük AB böl C ilə tapılır. Düsturdan bilirsiniz. Yəni 9-u vurursunuz 12-yə, bölürsünüz 15-ə. Bu neçə alındı uşaqlar? Öylədir 7,2. 7,2. Yaxşı, sizə güvənin amma hesabda səhv eləməyin. Deməli, yenə ən böyük hündürlüklə ən kiçik hündürlüyün fərqini soruşur. Düşür 9-un buraxılışını. Ən böyük hündürlük 12-dir, ən kiçik hündürlüyü də bu oldu da. 12 çıxılsın 7,2. Bu da eləyir, əlbəttə ki, 4,8. Bildik, Hasan, Mələk, Bəli. Mira. Bildiysə, Yərəcim. Anladın yox? Müəllim, Mən nasıl yazmışdım? Qəşəng. Nərmin necə? sual verə bilərəm. Buyur. Müəllim, orada 9-un kvadratı üstə gəlsin 12-in kvadratı var. Orada necə 15 aldı? 9'un kvadratı 81, 12'nin kvadratı da 144. Toplayanda 225 eləyir. 225 neyin kvadratıdır? Əlbəttə ki 15'in. Ona görə biz C'ni 15 yazmışıq. Anladın? Bəli, başa düşdüm. Tamam. Mən bir dənə sual verə bilərəm. Ver, buyur. Əgər üçbucağı tənbələn çəkilirsə və oturacaq yarıya bölünürsə, eyni yəni qiymət alırsa, ona biz həm median, həm də hündürlük deyə bilərik. Bəli, mütləq. Yəni fərqi yoxsa, yəni hansına üçbucaq olsun? Bir şey deyim. Hətta onun bərabər yanlı və ya bərabər tərəfli üçbucaq olduğunu da deyə bilərsən. Əgər çəkilən tənbölən həm də mediandırsa, onda belə çıxır ki, o ya bərabər yanlıdır, ya da bərabər tərəfli üçbucaqdır, konkret. Yaxşı? Kimsə gəlmək istəyir. Görək gələn kimdir? Bıy, Gülay burada deyildi. Gülay, haradaydın sən? Mənim işığımız keçdi. İndi gəldi. Yaxşı. İndi gəlin qulaq asaq, deməli. Uşaqlar, üçbucağın tərəfləri ilə bucaqları düz mütənasib idi. Yadınızdadır? Əgər bucaqları 1, 2, 3 nisbətindədirsə, 1x, 2x, 3x. Bunun cəmi neçə dərəcə olmalıdır uşaqlar? 180 dərəcə. 180, çünki 3 bucaqdır da. Eksi Cəmi 30 olur. Buradan tapırsınız 6x bərabərdir 180-ə, x-i də tapırsınız 30. Uşaqlar, yerinə qoysaq, biri 1x idi, yəni 30 dərəcə. Biri 2x idi, yəni 60 dərəcə. Biri də 3x idi, yəni 90 dərəcə. Uşaqlar, bu düz bucaqlı 3 bucaq imiş da, elə deyil. Yəni düz bucaqlı 3 bucaqda, düz bucaqlı 3 bucaqda. Deməli, bucaqlardan biri 30 dərəcədir, biri də 60 dərəcədir. İndi bizə deyir, bu üç bucağın böyük və kiçik tərəflərinin cəmi 6-dır. Uşaqlar, baxın, 30 dərəcə qarşısında duran katetə x desəm, hipotenuz 2x-dir. Razısınız? Çünki 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısı olur. 60 dərəcə qarşısında duran katetdə diğer katetin kök 3 misli olur. Sizə ən böyük ilə ən kiçiyin cəmini 6 verib. Şöyle fikir verin.
Ən böyük budur, ən balaca da budur. Sizə cəmini 6 verib. Yəni 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Deməli, tərəflər, katetlər 2-dir, hipotenuz 4-dür, o biri katetdə 2 kök 3-dür. Başa düşdük? Razısınız? Bəli. Perimetrini soruşur. Perimetrdə 3 tərəfin cəmidir. Yəni 2 kök 3, üstəgəl 4, üstəgəl 2. Yəni bu da eləyir 2 kök 3, üstəgəl 6. Uşaqlar başa düşdük. Perimetri soruşurdu. Sileyim bunu. Murat sileyim. Tamam. Bir de- geç. Yaxşı değil. Sualınız varsa verin. Yok yoktur. Tamam. Sileyim uşaqlar. Bəli. Tamam. Getdik. Suallarınıza göz dəysin. Nə qədər sualınız var sizin belə. Nuray başa düşürük də qızım elə. Bəli. Tamam. Yaxşı. Gəlin qaydaq yuxarıya. Biraz işimizi asanlaşdıraq. Yuxarıda asan suallarınızı tezliyə gələk aşağı. Uşaqlar, 4-cü suala fikir verin. Nərmin, sənin sualındır. Nərmin, 3 bucağın 3 dənə bucaqlarının cəmi neçə dərəcə olur ki? 180 dərəcə. Yəni ikisinin cəmin 124 veribsə, 180-dən 124-ü çıxarsan, üçüncünü taparsan da. Başa düşürsən? Bax Bəlli. 5 nömrəli sualda da belədir. Cəmi 118-dirsə, 180-dən 118-ə çıxırıq. qalır. 60. Düşdü. Bəli. 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 Mən özüm öz sualıma baxdım 41 ilə 30-a. Ondan elementə səhv idi yəni. Mənim 3 dənə səhvim qaldı. 3 dənə səhvin qaldı. Bəli. Tamam, yaxşı. İndi deyərsən, baxarıq, gedərsən. Deməli belə. Uşaqlar, 7 nömrəli sualda hipotenuzu verib, hipotenuz C-dir də bilirsiniz. Hipotenuz 13-dür. Katetlərin birini verib, katetlərdə bilirsiniz də AB-dir. O biri kateti soruşur. Biz də bilirik ki, katetlərin kvadratları cəmi, hipotenuzun kvadratına bərabərdir. Yəni buradan x kvadrat bərabərdir 169 çıxılsın 144. Bu da 25 eləyir. 25 də 5-in kvadratıdır. Yaxşı. Yaxşı. Tamam, bunu səhv eləyən tez o 8-i tap özün. Bunları tapın. Müəllimə, Bəli qızım. hamısı hədiyyəm var. Nədə deyən? Nədə yaxınlaşdır baxım görüm. Gözümün zor. Göz muncuğudur. Müəllimin ehtiyacı var. Mən də yazırdım. Ən ehtiyacı olan şeydir. Bəli. Amma bizə Allah qoruyur daha. Deməli, bir də sizin dualarınız Mama var. duası. Bəli, məni qoruyan bilin ki, sizin dualarınızdır. Sözün həqiqi mənasında. Ona görə sizə dualar elətdirirəm. Amin mələk. Deməli belə. Uşaqlar, deyin görüm 8-də nə oldu cavab? 9. 9. Nərmin düzdür. Müəllimə hələ hesablayır. Nərmin izahı sən ver. Mən burada deyir ki, hipotenuz 15 sm, katetlərin biri isə 12 sm olan düzbucaqlı üçbucağın o biri katetin uzunluğunu tapın. Onda mənim o biri katet x-dir. X-in kvadratını tapırıq. Üstə gəl. X-in kvadratı üstə gəlsin 15-in kvadratı üstə gəlsin 12. Hipotenuz 15'ti. 12 kvadrat üstəgən. Yox, müəllim, x kvadratdır, müəllim. Deyim, 225-in üstünə müəllim 144. Yox, 225-də müəllim çıxırıq 144-dür. 81-də müəllim bölürük x-in kvadratı. Ay, Nərmin. Katetlərin kvadratları cəmi hipotenuza bərabərdir axı. Sən niyə üçünü də çəkirsən? Nərgiz səsi bağla. Nərmin, katetlərin kvadratları cəmi bala hipotenuzun kvadratına bərabərdir. Katetin biri 12-dir, birində soruşur. Yəni ona görə x-in kvadratı üstə gəl 12-nin kvadratı bərabərdir hipotenuz. Hipotenuz da budur. Bunun kvadratına.
Sən x kvadrat bərabərdir 15-in kvadratından 12-in kvadratını çıxırsan. Yəni 225-dən 144 çıxanda 81 qalır. 81 də 9-un kvadratıdır da. Başa düşdün, Nərmin? Bəli. Tamam. Uşaqlar, gəlin buradan 9 nömrəli suala baxaq. 9 ilə 10 eynisidir. Uşaqlar, qarşılıqlı bucaqlar bərabər olur da. Onda Bəli. burada 70 dərəcədir. Burada Onda burada 40 dərəcədir. Burada x dərəcədir. Mənə deyin görüm, cəmi neçə dərəcə olmalıdır? 180 dərəcə. 180. 50 70. Dərəcə bərabər. Bəli. X 70. Üçünün cəmini 180-ə bərabər eləyirsiniz. Buradan da 70. tapırsınız x-in qiymətini 70. Yaxşı. Başa düşdük. Davam eləyək. Bəli. Tamam. Uje bunun 10 nömrəli sualda eynisidir. Test tapın, test. Bunu tapın. Tapdım. Tapdım. Müəllim o da 70 edir. Bu da 70 eləyir. Mən 70 şey. 70. Nərmin 70 eləyir. Bəli, mənim 80-lə 30-u toplayırıq. 110, 180-dən də 110 Ay, sağ ol. Kenan, sənin səhvlərin hansılar idi? 41-dən 30 idi. Onlara da baxmışam müəllim. Yəni Başqa elementar. Başqa səhv Başqa olmadı. 77, 78, bir də 90, 110 idi. 77, 78, 90, 110. Hə, qoy asan sualları demədən bunu izah etməyim uşaqlar üçün əlverişli olmaz. Ona görə bu Hə, asanları deyil. bildim. Yaxşı. Deməli uşaqlar, indi buradan baxırsınız hansı suala? 26, 27. Uşaqlar, düzbucaqlı üçbucaqda katetlərin kvadratlar cəmi, yəni x-in kvadratı üstə gəl 1-in kvadratı bərabərdir hipotenuzun kvadratına. 5'e. Uşaqlar, kökətdə 5-in kvadratı neçədir? 5. 5. Buradan biri soldan sağa keçirsəz x kvadrat bərabərdir Dörd. 4-də. Nəyin kvadratı İki. 4-dədir? 2. Başa düşdük. Aydındır. Tez 27'ni cevaplandırın. Tez. İzləyirəm. Aha, diğerleri de tapsın. Hadi uşaqlar. Mən tapmışam. Yar. Aha. Mən Mən də tapdım müəllim. Tamam. Əla. Deyin cevabı 27'də. Cevap Y Y. var 4. məndə. 4. 4. Yani 7. Esmira 7. Mən yaza bilmədim. İndi başa düşmədin. Mən bir də başa bilərsən. Pifagor teoremi nədir Esmira? A-nın kvadratı üstə gəl B-nin kvadratı bərabərdir C-nin kvadratı. Yani x'in kvadratı üstə gəl. 1'in kvadratı neçədir Esmira? Məməli 1 il. Bəli, bərabərdir hipotenuzun kvadratına. Kökətdə 17'nin kvadratı neçədir Esmira? Elə 17 eləyir. Yəni kvadrat kök aparır. Elə 17 eləyir. Yaxşı? Buradan da biri soldan sağa keçirdəndə çıxılır. Nəyin kvadratı 16'da Esmira? 4-ün. Tutardı da. Qulaq asmamısan axı. Ona görə cavab demirdim. Ay sən canın yanmasın. Uşaqlar, üçbucağın bir xarici bucağı, Ona üçbucağın bir qonşu olmayan. 2 ona daxil bucağın qonşu cəminə. olmayan iki daxili bucağın cəminə bərabərdir. 110. Yəni 50 ilə 60'ın cəmi 110. Yaxşı. Bildik? Tamam. Aydındır. Nuran bunları bilirik de elə değil mi? Nigar. Tamam. Bəli. Deməli 29 da eynisidir. Bu uşaqlar yerinizdən cavab deməyin, tapmayanlar tapsın. 29'u tapın. Sizi gözləyirəm. Aha. Tapdım. Aha. Cəld olun. Nərmin, Esmira tapdınız? Mən yazmışdım ya olsun. Əla. Tapanlar deyin cavabı. Cevap 50. 50. 50. A var yəni. Bəli. Nəyin cəmi deməli 120 eləyər, nəyin üstə 70 gəlir 120 eləyər. Əlbəttə ki 50-nin. Uşaqlar, düz bucaqlı üç bucağın iki bucaqlarının cəmi həmişə neçə 90. dərəcə? 90 derece. 90.
Cavab Biri da mənim 80 ise olmadı. bir de 10'dur. 90'ı 80 çıxırıq 10 qalır. Ay sağ olun. 90'dan çıxırsınız 80'e 10 qalır o birine. Yaxşı, iti bucaqların cəmi həmişə 90 dərəcə olur. Deməli belə. Daha sonra. Uşaqlar, 34'ü mən izah eləyirəm. Qulaq asın. 120'nin qonşusu nədir? 60, 60, 110'un qonşusu nədir? 70, 70. 70 Adi dən bir 50. 130, onda bunun da payına 50 qalır. 50. Yaxşı. Всё. Deməli A bucağı 50'ymiş. Bitdi. Daha sonra bu səhifədən bu hissə qutardı. Gəlin. Baxaq. Uşaqlar, 22 nömrəli sualda bərabər yanlı üç bucağın xarici bucaqlarından birini 60 verib. Əgər xarici bucağı 60'dırsa, daxili bucaq neçədir? 120 derece. 120. 120 olan variant yine burada var. Yaxşı. Hem de beraber yan dediğin 30 yeni. Bəli. Nərmin, xarici bucaqlarından biri 80'dirsə, diğeri neçədir? Daxili bucağı neçədir? 120. 100 müəllim. 100. 100. Xarici bucaq 80'dirsə, daxili 100. 100 olan variant Y-dədir. Yaxşı. Bəli. Deməli belə. 24. Bayaq baxdıq da 24 ilə 25'e. Tapın bir dənə 24 ilə 25'i tez. Yenə katet məsələsi, Pifagor teoremi. Yazın Esmira, gözləyirəm. Mələk yazın. Gülay yazın. Mən tapmışam. Taptım hep. Mən Tapmışam mən. Nərgiz səsi bağla. Balaca xışıltı gəlir qızım. Nigar kameranı aç. Nuray, Hasan, Gülay, Kenan. Açın kameralarınızı. Müəllimə tapdım. Aha, uşaqlar, deyin görüm 24'te nədir? A. Alayım. A bəndi. A, Esmira 25'i de A. A'dır. Bəli, müəllim. A'dır. Esmira A'dır. Esmira Nərmin tapdı. Siz Mən de tapmışam. tamam. Nərmin sen tapmısan? xeyr. Nərmin oxu sualın şərtini. Sən necə bunu başa düşə bilməzsən axı? De oxu sualın şərtini. Nə deyir bizə? Deyir ki, mənim hipotenuzu 15 sm, katetlərin biri 9 sm olan düzbucaqlı üçbucağın o biri katetin uzunluğunu tap. Düzbucaqlı üçbucaqda Pifagor teoremi var bir dənə. Bax sənə hipotenuz C'dir. C'ni 15 verib. Katetlərin birini 9 verib. O birini soruşur. Pifagor teoremi nədir? Nərmin. Nərmindən başqa heç kim cavab verməsin. Nərmin, Pifagor teoremi nədir? A kvadratı üstü gəlsin B kvadratı bərabərdir C kvadratı. Sən yerinə qoyanmırsan bu qiymətləri. Yəni deyəmirsən ki 9'un kvadratı üstə gəl B'nin kvadratı bərabərdir 15'in kvadratına. Nərmin, deyəmirsən bunu. Nərmin, buradan 9'un kvadratı neçədir? 81. 81'in üstünə nəyə gələndə 225 alarsan? Bunu tapmaq üçün 225'dən 81'i neynəməlisən Nərmin? Çıxmalıyım. Çıxanda qalır 144. Nərmin, 144 nəyin kvadratıdır? 144 12. 12'nin bitti də. Nərmin, sənin bacara bilməyəcəyin heç nə yoxdur ha. Sadəcə özünü elə bil çətinə salmaq istəmirsən. Ya özünə mi inanmırsan, güvənmirsən?
Diqqətli ol. Bacara bilməyəcəyin bir məsələ deyil, bacaracaqsan. Yaxşı? İndi 25 nömrəli sual. Nəmin de görüm nə yazmalıyam 25-də? Mənim Hə? 5'in kvadratı üstə gəlsin b-nin kvadratına bərabərdir 10 isə Əla. Sonra 13-ün kvadratına, Nərmin kvadratına. kvadratına. Sonra Orada mənim 25 üstə gəlsin B-nin B-nin kvadratı kvadratı. bərabərdir. bərabərdir 13'ün də kvadrat eləyir 169. İndi buradan Güzel. B-nin kvadratı 169'dan da 25'i çıxırıq. Qalır 100 4. 144, 144 13. Ay sol. Bildiyin Nərmin. Bəli. Deməli istəyəndə bacarmaq olur. Sadəcə özümüzü çətinə salmamız lazımdır. Tamam mı? Uşaqlar 20 və 21. Mənə qulaq asın. 20-ni mən izah edirəm, 21-i siz yazırsınız. Sizə deyir bərabər yanlı üçbucağın perimetri 84'dür. Uşaqlar bu bərabər yanlıdırsa yan tərəfləri bərabərdir də bunun. Sizə deyir ki, yan tərəf oturacaqdan 1/5 dəfə böyüdür. Yəni mən oturacağa x desəm, yan tərəf 1/5x-dir. Yan tərəflər də bərabər olduğuna görə, perimetri tapanda 3 tərəfi də toplayırıq da, elə deyil uşaqlar. Toplayanda 1/5 üstə 1/5 gələndə 3, 3 üstə də bir dənə x gələndə 4x. Perimetri 84'dürsə, buradan da x-i 21 tapırıq. Razısınız? Hasan, Səyyarə razıyıq, bildik. 21 yoxsa mənim 22. Hə, 22. 22 düzdür. Amma 21 axı. 21 müəllim. 21. 4-ə böləndə 8 Hə, bağışlayın mənim. Yes. Silin bunu uşaqlar. Esmira bildiniz, Nigar bildiniz. Vay. Düzdür müəllim. Tamam. Onda bir dənə 21'i tez yazın. Yazdım. Tamam. Mən də yazdım. Geçen. Diğerler de yazsın. Siz de bugün 2 saat buradasınız. Yorulmamışsınız ki. Deyinlərə yoruluruz. Riyaziyyatla yoruluruz. Mən qətiyyən heç vaxt. Heç vaxt. Never. Deməli belə. Uşaqlar. Hasan yazmışdın bunları. Yox müəllimə. Onda indi yazın. 21'i gözləyirəm. Sizə bunu 11 illikdən də işlədərəm. Baxarsınız halınıza. Yazın bir dəqiqə gəlirəm. Nuran, ekran qeydini alırsan da sən elə. Hə, qəşəng, yaxşı. Tapdım müəllim. Tapdım. Oxu sualın şərtini. Mən də səhv tapmışdım sonradan. Bərabər yanlı Hə, oxu. Bərabər yanlı tutacağın perimetri 35 santimetrdir və oturacağın yan tərəfindən 1,5 dəfə Bir gözlə. böyükdür. Gözlə. Burada oturacaq yan tərəfdən 1/5 dəfə böyüdür. Yəni sən yana x desən, oturacaq 1/5 x-dir. Yanlar da bərabər olur axı. İndi sənə perimetrini 35 verib. X 1/5 x. Toplayanda 3/5 x eləyir.
bərabərdir 35-ə. Hər tərəfi də 3 onda bir şey böləndə 10 eləyir. Başa düşdün? Bəli. Silim bunu. Nərmin bildi? Silim. İsmira. Samara bildin yoxsa yox? Tapdım. Samara düz yazmışdın sən də. Bəli, müəllim düz yazmışdı. Yaxşı, gəlin davam elə. Şükür bu səhifə qurtardı. Neyse, gəlin biraz çətin suallara baxaq aşağıdan. Biraz çətin, maraqlı suallara baxaq. Ondan sonra çətin. Bu 51-i kimin belə ürəyi əl verib mənə sual verib bu 51-i? Kimin sualıdır? 30 dərəcə qarşısında Duran katet. 30 dərəcə qarşısında duran katet hipotenuzun nəyinə bərabərdir? Yarısına. Yarısı. İndi bura 30 dərəcədirsə avtomatik burada 60 olur da. 60'tı. 60 dərəcə qarşısında duran katet diğer katetin neçə mislidir uşaqlar? Bucakta 3 misli. Cavabda 3 misli. Cevap A. Bildiniz? ...45-45 olanda. Uşaqlar, bu Fales teoremidir 44. Yəni Evet. yanlar bərabərdir. Bunlar bərabərdir, bunlar da bərabərdir. Yəni burada bizim enimiz 7-dir, m'ımız da 5-dir. Cəmini soruşur, 7 ilə 5-in cəmi 12. Bildiniz? Baxın 43-də də x-imiz 6-dır, y-imiz isə 5-dir. Cəm 11. Yaxşı. 11. Deməli, daha sonra baxın misal üçün 42 nömrəli sualda. 42 nömrəli sualda orta xətt yan tərəfi yarıya bölür axı. Bura 5-dirsə, bura da 5-dir. Bura 4-dirsə, bura da 4-dür. Orta xətt oturacağın nəyinə bərabərdir? Yarısına. uşaqlar? Yarısına. Yani 5'e. Burada 5. Bizdən kimin perimetrini soruşur? Bef'in perimetrini soruşur. Bef buradır. 4, 5, 5 topla 14. Yaxşı. Hasan başlamır. Hasan ne olur? Yoruldun. Yaxşı. Asan suallar deyil. Tapın 41'i. 41'i yazın. Tapdım müəllim. Yazdım. Mən bəlkə biz gedək, sonra səhv olanları yazaq, sizə şəklini çəkək, atay düz olsunlar. Təzdən yazaq. Düz deyirəm müəllimə. Ha, başka da arzunuz var. Sizin deyin onsuz reallaştırmayacağım. Ne de arzunuz? Mən bir də 3-cü gün aradan qaldırır. 2-ci arzumuz odur. O da var. Mənim üstündən dərk olur. Normalde Evet. olur ama istedim de gelen haftalardan salam. Yo olmasa daha yaxşı olur. Mənim üçün fərqi yoxdur. Da 2 qrupla Müəllim, gedirəm. sizə bir şey xahiş edə bilərəm. Deyip de elbette buyur. Müəllim, mən əlavə salarsınız başqa qruplarla da. Özündən aşağı siniflərlə qoşulmaq istəyirsən yoxsa yuxarı? Müəllimə bizdən sıxılır. Aşağı olsa daha yaxşı olar. Necə Hasan? Müəllimə bizdən sıxılıb başqa qrupa keçəcək. Xeyr, yəni müəllim, sadəcə müəllim, biraz Deməli Zəifəm. uşaqlar, mən başa düşürəm səni. Əslində hamının öz qrupu özü üçün bəhs eləyir. Amma siz əlavə istəyəndə mümkün qədər salıram. Düzü qruplarda say həcmini istəmirəm çox olsun. Ona görə əsas üzvləri saxlayıram. Amma kimin ki həqiqətən ehtiyacı var, yəni zəifliyi var və ya ümumiyyətlə güclüdür, o irəli getmək istəyir. Qabaqdakı qruplarla falan, yəni 11-lərlə belə sala bilmə imkanımız var. Amma belə yəni problemi yoxdur. Hamı öz qrupu ilə davam eləsin. Müəllimə Avqust siz ayında deməyirsiniz 11-lər bizdən zəifdir. bəli. Amma yox da indi Onda bəzi onları onları bizim qrupa salındı. bəli, onları siz əslində gəlmək istəyirlər. Zeynəb Gili tanıyırsınız. Bir dəfə gəlib eləmişdilər. Bəli. Əzləriniz tanıyır. Sizin qrupunuza gəlmək. Hə, qoymuram, imkan vermirəm gəlməyə. Gəlsələr bunu qatacaqlar. Niyə qoymursunuz, qoy gəlsinlər. Dərsi qaynatsınlar da ya. Müəllim qonaq istəmir. Bəli. Nəysə, uşaqlar, yəni avqust ayında Nuray təzə qruplar başlayacaq. Ora sizləri də salacağam əlavəyə. bəli. Bu həftəni həftədə 2 dəfə qoşulun, yaxşı. Gələn həftədən həftədə, avqustdan həftədə 3 dəfə qoşularsınız. Yaxşı? Avqustdan həftədə 3 dəfə qoşular. Deməli belə. Uşaqlar 41-də nə oldu cavab? Tapdınız 41-i.
Hə, oxuyurduqca Hansınız Ye. biz söhbət 21 olmalıdır. 21. bəli, toplayanda 21. Bildik uşaqlar. Nərmin bildi qızım. Tamam. Nurayım, yəni sən mənə şəxsidə yazarsan, danışarıq səninlə. Bəli. Deməli belə. İndi baxaq 40 nömrəli suala. 40 nömrəli sualda bərabər yanlı üçbucağın yan tərəfinin biri 15-dirsə, o biri də 15-dir də uşaqlar, elə deyil. Yan tərəflər bərabər olur axı. Oturacağını isə bilmirik. Bizə perimetrini 50 verib. Onda bu eləyir 30 üstə gəl x bərabərdir 50-yə. Buradan da x-i 20 tapır. Bildiniz? Amma burada uje 39 nömrəli sualda oturacağı verib yan tərəfi istəyir. Yan tərəflərə x deyərsiniz. X. Oturacağımız isə 20-dir. Bütöv perimetrdə 25 70. eləyərdə. Aysel 2x bərabərdir 50-yə, x də bərabərdir 25-ə. Tapdım mən. Əla. 25. Başa düşdük? Tamam. Bunu silirəm. 37-dən 38-i verməmişdiniz ki. Nəcəb? 38 deyəsən vermişdilər müəllim. Belə Yox, müəllimə verilməmiş. verilməyib. Yaxşı. Nəsə də bir sualda verilməsin. Deməli belə. Yaxşı, gəlin baxaq 45-ə. Uşaqlar, medianlar kəsişmə nöqtəsində həmişə 2-nin bir nöqtəsində bölünür. Bura 2, bura 1. Bura 2, bura 1. Bura 2, bura 1. Yaxşı? Hansı doğrudur? A bəndinə baxırıq. BM, BK 1-in 2 nisbətindədir. BM 2-dir. BK bütövdə axı. 2 bölü 3 eləyir axı. Səhvdir də, onda A bəndi səhvdir. B-yə baxaq. B-yə baxaq indi. AM 2-dir. Amma burada AM 3 verilib də. MF də 1-dir. Burada MF 2 verilib. Normalda cavab 2 bölü 1 olmalıydı, amma 3 bölü 2 verib. Yəni bu da səhvdir. Uşaqlar, bu da səhvdir. B bəndi də səhvdir. Bu da getdi. D bəndinə baxaq. AM 2-dir. Baxın düzdür. AM 2-dir. Burada da 2 yazıb. AF isə bütövdür. 2 plus 1, 3. Həqiqətən də doğrudur. Buyurun. Doğru. Bildiniz? Bildiniz? Yazın 46-nı. Tez 46-nı yazın. Səhvi soruşur ha 46-da uje. Mən yazmışam. Yazmayanlar da yazsın. Mən də yazmışam. Mən də yazmışam. Bayaq deməli sosial şəbəkələrin birində bir video paylaşıblar. Deyir, əbub və köbun istifadə olunmadığı daha bir gündəyə. Uşaqların da hamısı mənə göndərir ki, ay müəllim, bəs deyirsiniz riyaziyyat həyatda lazımdır. Bəs lazım deyil axı. Sizcə də riyaziyyat həyatda lazım olur, yoxsa yox uşaqlar? Olur müəllim. Mən olur Hara mən. gedirəm? Müəllim, riyaziyyat hər yerdə. Olur amma futbol oynayanda lazım olur. Niyə olur lazımdır? Futbolda da lazımdır. Bunda da lazım. Oo, Nəyə lazımdır? nəyə lazımdır Kənan? İndi orasını bilmirəm, amma nəsə daim o futbolçuda deyir ki, deyir lazım olur riyaziyyat. Əslində hesablamalar, texniki əslində bir məsələ var ki, Hasan dərəcə söhbəti var da. Yəni həqiqətən də Elə o futbol düzdür. oynuyor. Necə internet getdi elə bil. Uşaqlar səsim gəlir. Bəli, müəllim, gəlir. Hasan nə deyirdin? O da düzdür müəllim. O məsələ var. Yazılmışı yaşayın tabii. Ustalara lazım olur deyəsən. Çünki bilməsələr yeri tikə bilərlər. Necə mələk? Ustalara da lazım olur riyaziyyat. Ay, sağ ol. Mənim vallahi hamıya lazım. Başqa harda lazım? Məsələn, doğum tariximiz də Lazım riyaziyyatla bağlıdır. Evet, mağazalarda da istifadə olur. Hər yerdə Faiz var. olan. Bəli, bəli. Mən mağazalarda da düz deyir. Yəni mən endirim falan eləyirlər 70% falan. Onu da hesablayırlar da orada. Ay, sağ ol. Amma bir şey Qiymətlər elə. deyim.
Əksər mağazalarda sizi aldadırlar, xəbəriniz olsun. Yəni bu mənim başıma da gəlibdi. Mən normalda çekə baxan deyiləm də. Amma bir dəfəsində yəni mən mənə maraqlı gəldi ki, aldıqlarımın həcmi çox az idi, amma tutan pul isə yəni yüksək məbləğ idi də belə baxanda aldığıma nisbətən. Yəni bu baxımdan ki, çekə baxan zaman da gördüm ki, onlar artıq vurublar da. Yəni diqqətli olun, mağazalarda sizin başınızı aldadırlar. Çünki Aynen. mağazalarda işləyənlərin əksəriyyəti savadsız olur. Necə? Çox deyil. Acını yesin çörək amma məsələn 1 manatı götürür deyir ki, 1 manat 30 qəpik, 30 qəpikdən nə bilim üstünə nəsə qoyur. Hə. Səhv eləyirlər, çox səhv eləyirlər. Müəllim hansı mağazadır deyin getməyək. Bravo. Ən çox da market. Hə, bravo da o tez-tez olur. Hə. Market çox eləyir. Nuran Reyzi Esmura neyinirsən cavabı burada söhbət eləyirik görürsən. Boy. Bence de edin. Zarafat eləyirəm. Deyin cavabı. 46-da nədir? 46'da cevap D. B variantı. Düzdür. Esmira Bəli. düzdür. Seyirciyim düzdür. B variantı. Düz nasılında bunlar düz idi. Qəşəng. Gəlin bu səhifədən bir dənə 47 qalıb. 47-ni də izah eləyim. Bu bütün səhifələr qutardı. Həbi bura qalıb. Buranı da indi izah eləyəcəm. Deməli 47 nömrəli sual. Gəlin baxaq 47-yə. Uşaqlar, deməli təpə bucağı 50 dərəcə verilib bizə. Təpə bucağı 50 dərəcə verilib. Gəlin baxaq. Və bizə AB-nin BC-yə bərabər olduğunu verib. Yəni bərabər yanlıdır. İndi bir dənə bir şey deyim. Təpə bucağı 50-dirsə, 180-dən 50-ni çıxıram 130. Onda Çevir, hərəsinin bu payına 65, 65 qalır da. Burada 65-dir, burada 65-dir. Əlavə olaraq mənə deyir AC-də AD-yə bərabərdir. Uşaqlar AC burada, AD burada. Onda bura 65-dirsə, burada 65-dir. 65-65 toplam 130. Onda bunun payına da 50 qalır. Elə deyilmi? Yaxşı. Bəli. Bura 50. Onda bunun toplam 65 idi axı. Bu bir hissəsinə 15 dərəcə qalır. İndi bilmirəm nəyi soruşur. Bad bucağını soruşur. Hə 15-i soruşurmuş. B, A, D. B, ad 15 dərəcədir. Razılaşdıq. 15 Bəli, oradan bəli. tapmışsın. Toplam 65 idi axı. Bir tərəfi 50-dirsə, bir tərəfindən 15 qalır. Bildin? Hə, bəli. Baxın, gəlin bunun bir versiyası da 48-də var. Yenə mən izah eləyim. Baxın, B bucağını 36 verib sizə. Bura 36-dır. Onda 180-dən 36-nı çıxıram 144. Yarısı 72. Deməli, burada 72-dir. Burada 72-dir. Bizdən də bad bucağını soruşur. Uşaqlar, sizə yenə buranı, bu dəfə nəyə bərabər verib? AC-ni AD-yə, CD-yə bərabər verib. Uşaqlar, bu dəfə buranı, baxın buranı, bura bərabər verib. Onda baxın, burada yaranan 3 bucaqda, burada yaranan 3 bucaqda. Təpə bucağı 72-dirsə, 180-dən 72-ni çıxaram 108, yarısı 54. Yəni burada 54-dür, burada 54-dür. Razılaşdıq. Bəli. Amma bütövlükdə A bucağı 72-dir axı. Bütöv A bucağı 72-dir. Bir tərəfə 54-dürsə, 72-dən 54-ü çıxaram 18. Deməli buranın da 18 qalırmış. Anladınız? Bəli. Çatdı sizə? Bəli. Bu səhifə qutardı. Deməli nə qalır burada? Uşaqlar, bu asan sualda 53 nömrəli sual. Deməli, bu M-in 3-dürsə, bura neçə olur? 6. 6. Sizdən də AC tərəfini soruşub, südə 6-ymış qutardı. Yaxşı. Deməli belə, bunu silirəm. Gəlin qayıdaq yuxarıya. Yuxarıda nə səhvlərimiz qalıbdır bizim? Suallara baxaq. Uşaqlar, 19 nömrəli sualda dab bucağını soruşur. Yəni bura. Dab bucağı X. Bu figura fikir verin. 65-in qonşusu neçə olur? 115. 115. Bunlar da cəmi 160. Adi girir. Burada 3 bucaqdır da. 3 bucağın cəmi, bucaqlarının cəmi 180 olur axı.
Yəni x üstə gəl 160 bərabərdir 180-ə. Buradan da x-i 20 tapırıq. 20. Yaxşı. Test tapın 18-i. Mən burada 65-dən 45-ə çıxdım, elə Düzdür, aldım düzdür. cavab. Düz eləmisən. Elə də tapmaq olar. 3 bucağın Tapdım müəllim. xarici bucağı ona qonşu olmayan 2 daxili bucağın cəmidir də. Oradan tapmaq olur. Düz eləmisən. Tapdım. Tapdım müəllim. Hadi Nərmin, hadi. Bacaracaqsan. Yazın diyorum. 118. Nuran, bunlar düzdür də, elə deyilmi? Qəşəng. Səhvlərinizə baxın. Səhv olmayanlar. Müəllim, siz 19-da o x üstəcə 160 yazmışsınız. 160-ı nereden almışsınız? 3 bucağın daxili bucaqlarının cəmi 180 deyilmi? Bəli. 15, 45 toplayanda 160 eləmir. Median hipotenuz ikisi. Nuray tapdın cavabı 18-də. Bəli, mənim 10 tapmışam. Bəli, düz. Düzdür müəllim. Nərmin bax. Mən tapdım. 10-dur. Bəli. Qəşəng, düz, qəşəng. 17 nömrəli sualda düzbucaqlı üçbucağın iti bucaqlarının birinin diğerindən 4 dəfə balaca olduğunu verib. Yəni biri x-dir, biri 4x-dir. 4x-dir. Bunların cəmi neçə dərəcə olur düzbucaqlı 90 üçbucaq? dərəcə. 90. 5x bərabər 90. X Buradan bərabər 5 8. bərabərdir 90, x də bərabərdir, bəli 18-də. Balacası 18 dərəcədir. Bu 18. Böyüsü 72. Böyüsü də 4-ü vurursan 18-ə 72. Yaxşı. Bildiyin niyə 72 alındı? Düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 olur. Unutmayın. İndi bunu silirəm. Mən çox asan bir yerdə səhv eləmişəm. Senin canın yanmasın. Uşaqlar, bu sual 11-lərin buraxılışına belə düşüb. Keçən illərdə. İndi baxın, bura 32 dərəcədir, bura 100-dür. Topladım 132. Bunun payına nə qalır? 48. 48. Çünki üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Buradan 32-nin üstünə 100 gələm 132, 180-dən də 132-ni çıxanda 48 qalır. Bura 48-dir, bura 40-dır, burada x-dir. Bu üç bucağın daxili bucaqlarının cəmi eləyir 88 üstə gəl x bərabərdir 180-ə. İnşallah bunların cəmi 180 eləməlidir də. Buradan da x bərabərdə olur 92. Anladınız? Bildik. İndi yazın tez 15'i. Yazın gəlirəm. Tapdım mən. Tapdım. Mən tap. Bəli, mən tapdım. Tapdım. Tapdım mən.
Deyin cevabı. Nədir 15-də cavab? Cavab B. Cavab B. Değil. B. B. Bir var yəni. Həmin düzdür? Qəşəng. Tamam. Tamamdır. Uşaqlar, 18, 13 ilə 14 eyni sualdır. Bucaqlar bu nisbətdədir. Kiçik bucağı soruşur. Uşaqlar, üçüncünün daxili bucaqlarının cəmi neçə dərəcədir? 180. Cəmi bərabər edirsiniz 180-ə. 18x bərabərdirsə 180-ə. Buradan da x-i 10 tapırsınız. Bizim x-imiz 10-dursa gətirib yerinə qoysaz, deməli biri 40-dır, biri 50-dir, biri də 90-dır. Bizdən kiçiyi soruşur. Yaxşı, test tapın 14-ü. Test, işıq sürətində. Tapmışam. Tapdım. Qəşəng. Yaptım Bu öyle. nigar tutduqda məsələləri, problemimiz yox. Ben taptım. Mənim WhatsApp var. Qəşəng. Mən Əla. Hasan, sizlə bu dərsi keçmişik bu topludan. Hə, tamam. Nuran, sənlə keçmişəm, Mələklə keçmişəm, Hasanla, Səyyarə ilə keçmişəm. Başqa keçdiyim yoxdur burada. Digərləri ilə isə təzə keçirik. Müəllim, bundan 3-cü dəfədir eyni dərslər keçirik. Sən 9-cu sinifdə 25 yazmasan, gəl sən Cəllabadda taparam ha, o dərəcə. Necə Müəllim, Hələ Səyyarə indi 8-ci sinifə keçir. Ha 8'ini keçir. Ben elə bilməm, onu falan keçir. mən dedim 11. Yox. 8-ə keçir, işte bu bölməni qutarıbdır. Deməli belə. Müəllim elə mənlə birlikdəydi. Sən elə onu deyirəm də, Hasandır, 3 dəfə bitirmisiniz. Mələklə Nuran 9-cu sinifdir bu illəri. Nigar 9-dur, Nərgiz 9-dur. Nuray 9-dur, Gülay 9-dur. Kənan 10-cu sinifə keçir. Müəllim, niyə demədiniz ki, bitirmişəm? Dedim. Hasan Səyyarən dediniz. Yaxşı, Bir dedim. yerdəydi həmişə. Dedim sənə, dedim Nuranla Mələk. Mən dedim, Onda müəllim en büyük benim de. Bəli, bu qrupun ən böyüsü sənsən. Kenan neçədir? Kənan ona keçdi. Oy. Kənan, sən neçə bal toplamışdın buraxılışda 9-da ümumi? 245 bal. 245 bal, qəşəng. Amma riyaziyyatı 60 bal toplamışdın elə? Yo 60 yok 78. Yığıb müəllimə. Qəşəng. Orada sürüşdürməklə müəllim elə bir Hə. 89 hesablamışdıq. Gəlib 78 çıxıb. Heyf, ona görə diqqətli olmaq lazımdır. Ha, hətta o dərəcə ki, biz uşaqlara əvvəlcədən sual kitabçası falan göndəririk PDF formasını ki, bəs uşaqlar işləyib təkmilləşsin də. Çoxu sürüşdürmə falan eləyir, bilmir nəyi hara necə yazmaq lazımdır. Ona görə onun da bir təlimin almaq lazımdır. Yəni o səhvləri eləməyəsiniz. Öyrəşməyiniz üçün sınaqlara da getməyiniz lazımdır daim. Yaxşı, 16 dəfə sınağa girmişim. Neçə dəfə? 16. Hələ daha da çox. Oy. Mənim əvvəl hücum məktəbdə hər ay imtahan verirdilər. Esmira 20 dəfə. Səyyarə nə deyirsən? Sırf riyaziyyatda mən bir dəfə getmişəm. Səyyarə sən? Mən bilmirəm, amma mənim çoxlu imtahan vermişliyim var da. Səndə də sabıqan. Hər ayda bir-iki də imtahan verirdim. Gözəl, yaxşı bir. Əvvəlki məktəbdə hər ay imtahan verirdilər keçdiklərimizi yoxlamaq üçün. Ay, sağ ol, yaxşı eləyirsiniz. Gedin, sınaqlara mütləq təkmilləşməyiniz lazımdır. Yəni sizin bu baxımdan ki, sizin ən gözəl vaxtınızdır. İndi səhv eləyin, düzünüzü öyrənin. Zamanı gələndə sizə o səhv etmə haqqı verilməyəcək. Hər şey əziyyətin, zəhmətin nəticəsidir. Ha, yəni bu qədər həmd olsun ki, bir çoxunuzun nəticəsi əla super vəziyyətdədir. Yəni inşallah ki, hər birinizdə gözəl olacaq nəticələr. Əziyyət çəkin, zəhmət çəkin. Allah zəhmətinizi qarşılıqsız qoymayacaq əsla. Deməli belə, 14 nömrəli sual. Deyin cavab nədir? 14-də B. 20. Tamamdır onda. Tapmayan varsa desin izah eləyə, yoxsa gedirəm. Yaxşı, gəlin baxaq. Uşaqlar, orta xətti 6-dırsa oturacaq neçədir? 12. 12. 12. Söhbət bərabər yanlıdan gedirsə, bunun yan tərəfləri də bərabərdir da xx. Toplam perimetrini bizə 38 verib. Onda 2x üstə gəl 12 bərabərdir 38-ə. İkisi bərabərdir 13-ə.
Allah. Bu il 26. 13. Yaxşı. Esmira, Nərmin, başa düşürük. Gülay, başa düşürük. Nigar, aydındır da bunlar. Bəli. Bəli, Bəli. Sileyim bunu. bəli. Tamam. Bunun var, görək yoxsa yoxdur? Yoxdur. Deməli, hara qədər getdi? 53'e qədər hamısı getdi. İndi gəlin aşağılardan. Hansı sual idi Kenan sənin? 77 demişdin elə? Bəli, 77, 78, bir də 90, 110. 77'ni izah edirəm, 76'nı yazırsınız. Gəlin baxaq. Vacib tip suallardan. Bu şəkli mən özüm çəkəcəm birinci. Yəni orada göstərmə biraz balaca deyə olmur. Deməli. Sonra biri də var belə. Deməli. Bircə dəqiqə. Bu da hardasa şəkil belədir da. Deməli belə. Oxşadı. Müəllimə, birinci çıkacağı biraz kiçildi. Hə, bunu kiçildim. Hı hı. Hə, tamam, oxşadı məncə də yetərlidir. Tamam. Deməli belə. İndi qeyd eləyək üstündə nömrələri. Bircə dəqiqə gözləyin. Həvsi. Deməli, bura A-dır, bura M-dir, bura B-dir, bura C-dir, bura D-dir, burada N-dir. Uşaqlar, bu bucağı 20 dərəcədir. İndi bir dənə bir şey deyim. Dən bura fikir verin. Dən bura fikir verin. Düz ucağı. Aysel, C bucağının 90 dərəcə olduğunu verib də. 90 İndi 20'nin payına nə düşür? 70. 70'in qonşusu da 110'dur da elə deyilmi? Razıyıq da bununla. Tamam. MDN 150'dir. Bura 150'dir. Bura 150'dirsə qonşusu 30'dur da elə deyilmi? Bəli. Razısın. Onda Akın. asıl. Baxın indi A buradakı bucağı da 40. bəli. Buradakı bucağa fikir verin. 110 üstü 30 gələm 140. Onda A bucağının payına 40 dərəcə qalır. Kenan bildin? Bəli, müəllim. Tamam. 66 bunun oxşarıdır. Gəlin 66'ya baxalım. Deməli belə. 66'nı buradan kəsim götürüm. Deməli. Şö. Buyurun 66'ya baxın. Silirəm ha aşağıdakini. Deməli. Buyurun baxın gəlirəm. Müəllim, mən çıxsam olar. Bir dənə bunu tap get. Vacib işin var yoxsa necə? Məşqim var, ora getməliyim, tamamladı. Bunu yazmışdın 76'nı. Bəli, 76'ını yazmışam. Onda 70. gedə yaxşı. Yaxşı Sağ olun, gedə bilərsən. Sağ ol sən də. Tapşırıqları qrupda qeyd edəcəklər yazarsan. Yazın gəlirəm. Müəllimə, mən də tapşırıqlarım həll olmuşdu. Get, yaxşı. Gedə bilərsən. Yox, Biz müəllim. olmadı. Hə, yaxşı. Yazın. bitti. Gəl. Tamam. Əla. Deyin cavabı 76. 20. 50. 20. Hansı? 20. 20. 20. Deməli belə. Gəlin baxaq. Görək kim düz deyir. A, B, C, M, D, N. Bizə A bucağını 30 dərəcə verib. Bura 30 dərəcədir. C bucağını 80 dərəcə verib. Onda uşaqlar avtomatik 30, 80, 110 bunun payına 70 qalırdı, elə deyilmi?
70'in qonşusu da 110'dur da, elə deyilmi? Razısınız da bununla. MD'ni 130 verib. Bura 130'dursa, bura 130'dursa, qonşusu 50'dir, elə deyil. Çıxacağım 180 edirəm. Burada da 50, 110 topladın 160. Bunun payına 20 qalır. Razılaşdıq. Bəli. Mən deyim. Bəli. Ora 80 yazır. Sonra da ki ora 80'si ora 70'ti. 70 niye oldu? Mən ora 80-si, ora 70 deməmişəm axı. Yo, mən yaxşı eşitmədim, ona görə dedim. İnternet gelmiş. Müəllimə, A'sı alttaki 30, ANC üç bucağını deyir. Ay sal. ANC 3 bucağında A bucağı 30, B bucağı 80'sə toplam 110. Bunun Orada payına 70. 70 qalır. Bildin Hə. nereden geldi? Всё. Hə. Başka nəsə izaha ehtiyacın var? Bildin? Yok, ehtiyac yok, sağ ol. Всё. Yəni sən də sağ ol qızım. Uşaqlar, ona gəlin belə eləyək. İndi düzdür, suallarınız çoxdur. Əslində bugün 2 saat saxlamaq istirdim, amma da saat yarımına keçmisiniz. Hərcə 1 saat 40 dəqiqədir. Deməli belə, ya saat yarımdır. Deyəsən 10 dəqiqə gec zəng eləmişdim. Qalsın bu suallarınız. Gələn dəfə Ben gidip baka. ayaq beyindən gələn dərs davamına da baxarıq. İndi ev Ayaq tapşırığı beyindən. məsələsi var. Ev tapşırığı mən sizə kitab göndərəcəm. Elməddin Tağıyevin kitabını bilirsiniz. Əslində çox asan kitabdır o. Bəli. Kimdi? Kitabın PDF-ini ataram. Oradan 70 dənə sual yazarsınız. Yaxşı? Gələn dəfə. Üçbucaqlardan. Dalı. Gedin, Allah sizi xoşbəxt eləsin. Amin. Görüşərik gələn dərs. Amin.